Salam, hər vaxtınız xeyir olsun. Ayaqlar qaraciyərin güzgüsüdür. 9 bir-biri ilə əlaqəli əlamətləri nəzərinizə çatdırmaq istəyirəm. Əvvəlcədən videomu bəyənib paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza təşəkkürümü bildirirəm. Birinci, ayaqlarda qırmızı və qəhvəyi nöqtələrin olması. Bu nöqtələrin ölçüləri müxtəlif ola bilər. Qan dövranının pisləşməsinin göstəricisidir. Qaraciyərli problemdən və diabetdən xəbər verir. İkincisi, damar torlarının olması. Bu, qaraciyər sirrozunun əlamətidir. Eyni zamanda estrogen hormonun səviyyəsinin yüksəlməsində də damar torlarına rast gəlinir ki, bu estrogen hormonun səviyyəsi yüksəldikdə damarlara təsir göstərir, venaların varikozuna səbəb olur. Üçüncüsü, çatlamış dabanlar. Vitamin B3 və omega 3 yağ turşularının çatışmazlığında müşahidə olunur. Qaraciyərin funksiyalarından biri də öd istehsal etməsidir. Öd isə vitamin B3, omega 3 yağ turşuları, vitamin A, vitamin Y-nin orqanizmdə mənimsənilməsinə köməklik göstərir. Dördüncü əlamət ayaqlarda qaşınma. Bu, qaraciyərdə olan durğunluqdan xəbər verir. Növbəti, ayaqlarda ağrı və iltihab, ayaqlarda yanğı hissi də qaraciyərdə olan problemlərlə əlaqədardır. Növbəti əlamət ayaqlarda olan xoşa gəlməz iyin olması. Bu, qaraciyər bəzi toksinləri xaric edə bilmədiyindən, bunlar dəri vasitəsilə xaric olduğuna görə bu cür xoşa gəlməz iy əmələ gəlir. Növbəti əlamət dırnaqlarda göbələyin olması və nəhayət ayaqlarda şişkinlik, bu xəstə qaraciyərin tipik simptomu sayılır. Bəs qaraciyərdə olan bu problemlər nədən əmələ gəlir? İlk növbədə bəzi dərman preparatlarının qəbulu. Elə qaraciyərin özünə təyin olunmuş bəzi dərman preparatları xolesterin səviyyəsini aşağı salmağa hesablansa da qaraciyər hüceyrələrini məhv edir. İkincisi, qidalarımızda olan şəkərin səviyyəsinin yüksək olması. Şəkərin səviyyəsinin yüksəkliyi qaraciyərə mənfi təsir göstərir. Üçüncü, spirtli içkilərdən aşırı istifadə. Növbəti, tərəvəzlərdən az istifadə etmə və nəhayət çoxlu zülal qəbulu. Bir şeyi mütləq bilmək lazımdır ki, qaraciyərin müalicəsində keto, diyeta və interval acılıqdan mütləq istifadə olunmalıdır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.